Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və doğma məktəbimizin bilik və düşüncə ilə yaşayan şagird kollektivi. Bugün efir dalğalarında səslənən söz adi bir xatırlatma deyil. Bugün biz milli yaddaşın, elmi düşüncənin və mənəvi tərbiyənin kesişdiyi bir zirvəyə doğru yol alırıq. Gələcəyin İşığı FM radiosunun bu buraxılışı Azərbaycan ədəbiyyatının pedaqoji fikir tarixini və maarifçilik ənənəsinin mühüm simalarından birinin həyat və yaradıcılığına həsr olunur. Mən məktəbimizin 9-5 sinif şagirdi Səfərzadə Zəhra. Bugünkü verilişi aparmaq məsuliyyətini böyük qürur və ciddi məsuliyyət hissi ilə üzərimə götürürəm. Bu verilişdə biz təkcə yazısının biografiyasını sadalamayacağıq. Biz bir dövrün ictimai-siyasi reallıqlarını, milli özündəlik prosesini, uşaqların ənənəvi, mənəvi formalaşmasını, ədəbiyyatın rolunu və maarifçilik ideyalarını cəmiyyətin gələcəyinə necə istiqamət verdiyini sistemli şəkildə araşdıracağıq. Söhbət Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, şair, nasir, dramaturq, tərcüməçi və pedaqoq Abdulla Şaiqdən gelir. Abdulla Şaiq əsl adı ilə Abdulla Axund Mustafaoğlu Talıqzadə 24 fevral 1881-ci ildə dünyaya göz açmışdır. Onun doğulduğu dövr Azərbaycan xalqının tarixi baxımından mürəkkəb, ideoloji cəhətdən ziddiyyətli, lakin intellektual potensial baxımından son dərəcə məhsuldar bir mərhələsinə təsadüf edir. 19-cu əsr sonu 20-ci əsrin əvvəllərində milli mətbuatın formalaşdığı, yeni tipli məktəblərin yarandığı klassik şərq irsi ilə Avropa maarifçilik ideyalarına qarşılıqlı təsirə girdiyi bir mərhələ idi. Abdulla Şaiqin dünyagörüşü və yaradıcılıq istiqaməti məhz bu tarixin kontekstinin məhsulu kimi formalaşmışdır. Onun təhsil yolu ilk baxışdan fərdi bir taleyi hekayəsi kimi görünə bilər. Lakin elmi yanaşma göstərir ki, Şaiqin təhsil mühiti əslində bütün bir nəsli formalaşdıran intellektual ekosistemin tərkib hissəsi idi. O, klassik dini təhsil almış, ərəb və fars dillərini mükəmməl səviyyədə öyrənmiş, eyni zamanda dünyəvi elmlərin böyük maraq göstərmişdir. Bu fakt onun yaradıcılığında müşahidə olunan terminoloji zənginliyin, sematik dəqiqliyin və fəlsəfi dərinliyin əsas səbəblərindən biri kimi qiymətləndirilir. Abdulla Şaiqin həyatında müəllimlik fəaliyyəti xüsusi yer tutur. O, pedagogikanı sadəcə peşə kimi deyil, ictimai missiya kimi dərk edirdi. Elmi pedaqoji yanaşmaya görə müəllimlik şəxsiyyəti cəmiyyəti intellektual reproduksiyasını təmin edən əsas amildir. Şaiq bu prinsipi ilə öz fəaliyyətini sübut etmişdir. O, dərs dediyi məktəblərdə uşaqlara yalnız bilik ötürməklə deyil, onların düşünmə bacarıqlarını, etik hərəkətlərini və vətəndaş məsuliyyətini formalaşdırmağa çalışırdı. Ədəbiyyatşünaslıq baxımından Abdulla Şaiqin yaradıcılığı çoxşaxəli struktura malikdir. Onun poeziyasında lirik ifadə vasitələri ilə ictimai mesajlar arasında balans qurulur. Nəsr əsərlərində didaktik elementlər bədii təsvirlə üzvü şəkildə sintez olunur. Xüsusilə uşaq ədəbiyyatı sahəsində yazdığı əsərlər bugün də aktual elmi maraq obyektidir. Çünki bu əsərlər təkcə estetik zövq formalaşdırmır, eyni zamanda uşaqlarla sosial davranış modellərinin düzgün qurulmasına xidmət edirdi. Mütəxəssislərin apardığı araşdırmalara əsasən uşaq yaşlarında oxunan mətnlər insan dünyanın qavrama mexanizminə uzun müddətli təsir göstərir. Abdulla Şaiq bu həqiqəti intuitiv deyil, dərin müşahidə və təcrübə əsasında dərk etmişdir. Onun nağıl və hekayələrində xeyr və şər anlayışları sadələşdirilmiş sxemlər şəklində deyil, həyatın real münasibətləri kontekstində təqdim olunur. Bu yanaşma uşağın analitik düşünmə bacarığını inkişaf etdirir və onun müstəqil nəticə çıxarmağı təşviq edir. Abdulla Şaiqin dramaturji fəaliyyətində xüsusi diqqətə layiqdir. Onun səhnə əsərləri maarifçilik ideyalarının geniş auditoriyasına çatdırılması baxımından mühüm rol oynamışdır. Dram janrının sosial təsir gücünü nəzərə alsaq, Şaiqin bu sahədəki fəaliyyəti strateji əhəmiyyət daşıyır. Tamaşalar vasitəsilə o cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edir, sosial ədalət, təhsil, ailə münasibətləri kimi mövzuları gündəmə gətirir. Tərcümə fəaliyyəti Azərbaycan Abdulla Şaiq intellektual prosesini tamamlayan əsas komponentlərdən biridir. O, dünya ədəbiyyatının seçmə nümunələrini Azərbaycan dilinə uyğunlaşdıraraq milli mədəniyyətin leksik və sematik imkanlarını genişləndirir. Dilçilik nöqteyi nəzərində bu fəaliyyət milli dilin funksional imkanlarına artırılmasına xidmət etmişdir. Tərcümə prosesində Şaiq yalnız mətnin sözbəsöz ötürülməsi ilə kifayətlənmir, mənanı, üslubu və emosional yükü qorumağa xüsusi diqqət yetirirdi.
Abdullah Şaiqin yaradıcılığında vətənpərvərlik ideyası emosional şüar səviyyəsində deyil, elmi əsaslandırılmış və mənəvi məsuliyyətə söykənən bir anlayış kimi təqdim olunur. Onun əsərlərində vətən sevgisi, biliyə, əməyə və ictimai faydaya bağlılıqla köçürülür. Bu yanaşma müasir dövrdə də aktualdır. Çünki inkişaf etmiş cəmiyyətlərin təcrübəsi göstərir ki, davamlı tərəqqi yalnız emosional deyil, rasional və dəyər əsaslı yanaşma ilə mümkündür. Statistik məlumatlar göstərir ki, 20-ci əsrin əvvəllərində savadlılıq səviyyəsi məhdud olan cəmiyyətlərdə uşaq ədəbiyyatı maarifləndirmənin ən effektiv vasitələrindən biri olmuşdur. Abdullah Şaiqin bu sahədəki fəaliyyəti həmin dövr üçün strateji əhəmiyyət kəsb edirdi. O, uşaqları gələcəyin passiv müşahidəçiləri kimi deyil, fəal və düşünən fərdlər kimi yetişdirmək qarşısında məqsəd qoymuşdur. Onun yaradıcılıq hissi bugün də tədris proqramlarında yer alır. Elmi tədqiqatların mövzusuna çevrilir və yeni nəsillər üçün intellektual resurs rolunu oynayır. Bu fakt təsadüfi deyil. Elmi yanaşma ilə desək, zaman sınavından çıxan mətnlər yalnız estetik deyil, funksional dəyərlərə malik olurlar. Abdullah Şaiqin əsərləri məhz bu kateqoriyaya daxildir. Əziz dinləyicilər, Abdullah Şaiqin həyat və yaradıcılığını bizə bir həqiqəti aydın şəkildə göstərir. Maarifçilik fərdi uğur deyil, kollektiv məsuliyyətlidir. Onun yolu bizə öyrədir ki, bilik paylaşılmadıqca dəyərini itirir. Elm isə cəmiyyətə xidmət etmədikcə məqsədindən uzaqlaşır. Bugün məktəb auditoriyasında, sinif otaqlarında və radio efirində səslənən hər bir gələcəyin formalaşmasına töhfə verir. Mən Səfərzadə Zəhra bu verilişi apararkən bir şagird kimi deyil, gələcəyin vətəndaşı kimi düşünməyə çalışdım. Çünki Abdullah Şaiqin mirası bizi məhz buna çağırır, düşünməyə, sorğulamağa və məsuliyyət daşımağa. Ona ömür yolu göstərir ki, söz düzgün istiqamətdə istifadə edildikcə cəmiyyətin taleyini dəyişmək gücünə malikdir. Verilişimizin sonunda hər birinizi bir fikirlə baş-başa buraxmaq istəyirəm. Gələcək onu düşünən və formalaşdıran insanların əlindədir. Abdullah Şaiqin ömrü və irsi sübut edir ki, bir insan ideyaları 10 illikləri, hətta əsrləri aşa bilər. Bu irsi qorumaq, öyrənmək və inkişaf etdirmək isə bizim borcumuzdur. Diqqətinizə görə təşəkkür edirəm. Gələcəyin İşığı FM radiosu efirində səslənən bu verilişdə sizinlə vidalaşır. Hər birinizə biliklə, zəngin düşüncə ilə dərin və ümidlə dolu bir gələcək arzulayıram. Sağ olun, növbəti görüşlərə.